Sabahınız hayırlı olsun. Hamınızı salamlayıram. Bugün size halk qəhrəmanı Seyid Əmid haqqında olmuş bir hadisəni, olmuş bir əhvalatı danışacağım. Bu əhvalatı mənə əslən Laçın rayonunun Sadınlar kəndindən olan Laçın şəhərində yaşamış Mirzəyev İsmailin nəvəsi Nizami müəllim danışıbdı. Demək, əvvəlcə onu deyim ki, Seyid Əmidin yaxın silahdaşları, yaxın dostlarından biri Sadınlar kəndindən olub. Kərbəlayı Yusifoğlu Allah verdi. Digərləri haqqında da məlumat vermişdim mən daha əvvəl, amma bir daha xatırladım. Kosalarlı Mərdan, Hacılarlı ağalar, Cağazürlü Ağamməd, bunlar hamısı igid, öz dəstələri olan, igidlərdən ibarət dəstələri olan qəhrəmanlar olublar. Bunların hamısı müharibə vaxtı 1905-20-ci illərdə Seyid Əmidin, xalq qəhrəmanı Seyid Əmidin rəhbərliyi altında düşmənə qarşı vuruşublar və torpaqlarımızın düşməndən azad ediblər bu qəhrəmanlar. Demək, hadisəyə qaydaq indi. Həmin Sadınlarlı Kərbəlayı Yusifoğlu Allahverdinin kızı atasının razı olmadığı bir adama qoşulur, qaçar. Bu təxminən müharibədən sonraki ən yaxın illərdə olub bu hadisə, Nizami müəllimin danışdığına görə. Və kənddə kişi də çox əsəbləşər, çox igid adam olur, həm də qürurlu adam olur, əsəbləşir və deyir ki, ikisini də öldürəcəm. Yəni, harda yaxalasam, qızı da, o qaçdığı oğlan da, yəni istəmədiyi adama, istəmədiyi bir ailənin uşağı olur. Kənddə deyir, hamı çox belə pərişandır. Kəndin ən ağsaqqalı, ən belə deyək də, titullu, ən sayılan, seçilən igidi olub Kərbəlayı Yusifoğlu Allah verdi. Hamı belə kənddə qəmgindir, hətta ətraf kəndlərə də yayılıb. Necə olursa, kəndə Seyid Əmid babam gəlir kəndə. Amma hadisədən bir xəbər gəlir, elə dostunun ziyarəti. O vaxtlar bilmirəm, qaçaq olub ya yox, bəlkə də hələ qaçaq olmadığı vaxtlar olub. Dövlət qulluqçusu olub. Babam bilirsiniz, bilmirəm, əvvəlki videolarımda demişdim, Seyid Əmid Laçın rayonunda tikinti işlərindən cavabdeh bir şəxs olub və bir neçə kənddəki tikintiləri məhz onun rəhbərliyi ilə layihələndirilib, tikilib. Onlardan biri Pircahan kəndində klubdur, səhv eləmirəmsə, başqa kəndlərdə də bir neçə var, indi xatırlamıram. O binaların tikintisini, dövlət binalarının tikintisini məhz Seyid Əmid babam başladıb və bitirib. Neysə, gəlir kəndə, Sadınlara görür ki, qabağına çıxan kiminləsə yəqin ki, salamlaşır. Görür ki, kənddə vəziyyət yaxşı deyil də, hamının əhvalı pisdir. Nə olub? Soruşur. Deyir ki, bəs ağa, Seyid Əmidə əvvəllər də demişdim mən videolarımda, ağa deyə müraciət ediblər. Həm istər igidləri, həm elə bütün el arasında. Deyirlər ki, ağa, bəs Kərbəlayı Yusifoğlu Allahverdinin qızı qaçıb, istəmədiyi bir adama, o da hər ikisini öldürməyə əmr eləyib, indi axtarırlar. Heç barışmağa da niyyəti yoxdur. Nəysə, gəlir qonaqçısı dostu, ən yaxın dostu gəlir, həmin o Kərbəlayı Yusifoğlu Allahverdi ilə salamlaşır, söhbətdən sonra çay içərkən deyir ki, Yusif deyir ki, Allahverdi, eşitmişəm hadisədən, indi gələndə burada kənddə eşitdim. Belə bir hadisə olub. Bu pis hadisədir. Mənim də çox xoşuma gəlmədi bu hadisə, amma əgər məni eşidəcək olsan, səndən uşaqları, o gəncləri bağışlamağını istəyərəm. Orada, baxın, adam onsuz da çox hiddətlənib, bu istəmədiyi, qızının istəmədiyi bir oğlana qaçdığı onu o qədər təsir edib ki, bir müddətdir
Kənddə onsuz da çox qanqaraçılıq var. Amma buna baxmayaraq Seyid Əmidə olan hörməti onun o böyük hörmətidir. Burada bir ifadə ilə işlədir. Deyir ki, ağa, sən məndən canımı da istəsən, heç tərəddüd etmədən verərəm. Onları qurban elədim sənə, deyir və o gəncləri orada bağışlayır. Bütün kənd sevinir, barışıq olur. Bax belə Seyid Əmidin xalq arasında, el arasında hörməti çox böyük olub. Bunu öz əməlləri ilə qazanıb. Seyid olduğu üçün və ya Həmid olduğu üçün və ya filankəs olduğu üçün yox, öz əməlləri ilə, ədaləti, cəsarəti, igidliyi ilə qazanıb. Allah Teala bu videoda adını çəkdiyim qəhrəmanların hamısına rəhmət eləsin. Yerləri behişt olsun, ruhları şad olsun. Tariximizi unutmamalıyıq. Tariximizi gələcək nəsillərə də ötürməliyik ki, onlar da bu tarixi yaşatsınlar. Sağ olun, Allah'a emanet olun. İnşallah görüşərik.